Hərdən deyirsən ki, məsələn, belə sözlər danışma, özündən çıxma. Görmürsən, məni əsəbləşdirir. Deyirəm ki, o səni əsəbləşdirəndə gələk sən sakit dayanasın. Bəs sən necə imtihan olunmaq istəyirsən həyatda? İndi burada hamı aramdır. Əsəbləşdirən yoxdur. İndi bəlkə bəzi sözləri mən deyəm, bəlkə əsəbləşdirən bilmirəm. Biri gəlsin sənə bir acı söz desin, nəsə bir şey olsun ki, sən adi vəziyyətdən çıxasan, görəsən ki, mən kiməm də, bəs harada müəyyən eləyəsən. O situasiyalar ki var, yaranır, adamlar gəlir bir-birinə imtihan yaradır. O məqamda adam üçün fürsətdir, qızıl fürsətdir ki, hə, indi bax özünə reaksiyalarına bax. İçdə bilirsiniz nə qədər div baş qaldırır bir dənə adamın hərəkətindən, diqqətli olsan. Ona görə də bu imtihanlar bu insanların bizə qarşı elədikləri eybimizin üzə çıxması üçündürsə, eybi ilə məşğul olan bunu qənimət bilir. Deyir, mən neçə gündə axtarırdım, Allah bundan razı olsun, gəldi mənim üstümə qışqırdı esnədən, əsəbləşdi, mənə haqsızlıq elədi. Mən içimdə aşkar elədim ki, məndə bu var imiş.